Deməli, bu Mercedes nədir bu? Hə, elə ondan. C300-də nədir? O çeşkalardan da, təzə çeşkalardan. Hə, Hyundai C300 modelidir. Nəsə, Mercedes-dir, C300-dür, 205 kuzadır. Bu avtomobildə 274 mühərriklərdəndir. Yanımıza yaxınlaşdı. Bu avtomobildə biz deməli kiçik yoxlanış elədik askı sisteminə əlaqədar və bundan əlavə olaraq yağlarını dəyişəcəyik inşallah. Reklam eləmirəm, onsuz da bütün müştərilər bilir ki, biz hansı yağla işləyirik. Təmiz Almaniya yağı ilə, təmiz orijinal yağla əvəz eləyəcəyik və avtomobilin arxa salonikindən yağ axıdır. Qardaş dedi inşallah bir dənə vaxt eləyim, gətirək. Bizim işlərimiz də biraz çoxdur, uyğun bir vaxt eləyib inşallah gətirəcək. Arxa saloniki dəyişəcəyik və dedi başqa da nə problemləri olsa aradan qaldıraq inşallah. Qardaşım, inşallah növbəti prosedurda gətirərsən, nə problemi var aradan qaldırarıq. Mercedes-in isə 2015 və üzəri modelləri üçün fərq eləmir. Hansı seriya, hansı gövdə olsun, yəni 205 kuza olsun, 212 kuza, 213 kuza, 221 kuza, 222 kuza fərq eləmir. Yəni, Brabus'un tutmuş hamısına baxırıq, bütün proqram təminatı da var. Yəni, bütün xidmətlərdə görürük. Sadəcə olaraq Mercedes-in demək olar ki, 2015 və üzəri modellərinə xidmət göstəririk. Bu avtomobildə də eyni ilə bir neçə xidməti göstərəcəyik. İnşallah müştərimizə təhvil verəcəyik. Təşəkkürlər, izləmədə qalın.